Bismillahirrahmanirrahim. Ve salatu ve selamu ala eşrefil enbiya vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in ve ba'd. Ve biz devam ederiz. Allah'ın izniyle Şeyh Useymin Rahmanullah'ın Qunut duasının şərhini oxumağa ve biz ikinci hissəni oxuduqdan sonra duanın ikinci hissəsini oxuduq, keçirik ikinci hissəsinə. Və şeyx buyurur ki, və qavluna, biz dedikdə ki, və təvəllənə fi mən təvəlləyt. Ey Rəbbim, bizi idarə etdiklərindən, öz hökmünün altına daxil etdiyindən etkilən. Ey kun li vəliyyən lənə, kun vəliyyən lənə. Ey bizim üçün bizi idarə etdiklərindən etkilən. Vel-vilayetu nuv'an. Şeyh buyuruyor ki, idare etmek iki növdür. Amme ve hassa. Birinci umumi idare etmeli ve ikinci de hususi idare etme. Şeyh birinci vilayeti hassanı, hususi vilayet ve hususi idare etme. Buyurur ki, lil mu'minine hassa. Bu yalnız hususi idare etme yalnız müminlere hastır. Kəmə qalə Teala, necə ki Allah Subhanahu taala buyurur, Allahu veliyyullezine amenu yukhricuhum minez-zulumati ilen-nur. Allah möminlərin, iman gətirənlərin vəlisidir, yəni onların idarə edənidir və onları zülmətlərdən nura çıxardır. Vellezine keferu awliya'uhumut-tağut. Lakin küfr edənlərin, kafirlərin isə idarə edənləri tağutlardır. Buyuruyor fetes'elullaha Teala vilaye khassa lati taqtadil inayeti bimen tevellahullah. Deyirsən Allah'dan diləyirsən xüsusi idarəçiliyin. Allah yəni səni xüsusi idarə etsin. Və o da nə deməkdir? O deməkdir ki, Allah Subhanahu taala səni müvəffəq edir sevib və razı qaldığı əməlləri işlətməyə. Yəni sən dua etdikdə ki, Allahım bizləri özün idarə etdiklərindən etkilən. Bu nə deməkdir? Bu o deməkdir ki, yəni sən Allahdan müvəffəqiyyət diləyirsən, Allah Subhanahu taala'dan diləyirsən ki, Allah səni sevib və razı qaldığı əməlləri işlətməyə, özünün sevib və razı qaldığı əməlləri işlətməyə müvəffəq etsin. Bu ümumi nədir? Xüsusi, daha doğrusu xüsusi vəlilikdir, xüsusi idarə etmədir. Və ikinci isə Əmməl vilayetul ammə deyir, şeyx buyurur ki, umumi idarə etməyə gəldikdə isə bu hər kəsi əhatə edir. Həm kafiri, həm də mümini. Və buyurur ki, fəhiyyə təşmil kulli əhədin, hər bir kəsə şamil olunur. Fallahu veliyyu kulli əhədin. Allah hər bir kəsin idarə edənidir. Necə ki, ayədə gəlir, Allah subhanətə buyuruyor, həttə izə cə əhədukumul mevt təvəffəthu rusuluna və hum la yufarritun. Və onlara o zaman ki, ölüm gəldi, və rusullar, yəni mələklər onları yəni ifrat etmə, təfrit etməzlər. Bunlar barədə təfrit etməzlər. Və həzə amilli kulli əhədin. Və sonra mələklər onlara deyərlər ki, bu hər kəsə aiddir və mələklər onlara summu ruddu ilə Allahi məvləhumul haqq. Və onlara deyər ki, haqq olan mövluzə, yəni sizi idarə edənizə dönün, qayıdın. Lakin indəmə nəqul, lakin biz dedikdə ki, Allahümmə cəalnə min əvliyik, Allahım bizi vəlilərindən etkilən, özün idarə edənlərdən etkilən bizi. Allahümmə təvəllənə, yaxud da Allahım bizi özün idarə edənlərdən et. Fə inə nuridu bihəl vilayətə, biz burada xüsusi, xas idarə etmək istəyirik Allahdan ki, Allah bizi o idarə olunanlardan, özü idarə edənlərdən etsin ki, o da nədir? İnsanın xeyir əməllərə Allah'ın müvəffəq edir həmin şey, yəni mömin qullarını və onları yalnız özü sevib və razı qaldığı əməlləri işlətməsinə kömək edir. Və sonra şeyx buyurur ki, duanın 4-cü hissəsinə və bərik lənə fīmə ətayt. Və bizə verdiyini bizim üçün bərəkətli etkilən. Şeyx buyurur ki, əl-bərəkədə hiyə xayru kəsir səbit. Bərəkət sabit olan çoxlu xeyir deməkdir. Sabit olan çoxlu xeyirdir. Və ya'udul uləmə zəlikə ilə iştiqaqı həzihil kəlmə fə innə min bərəkə. Və alimlər deyir ki, bu bərəkət sözündən
törəmədir. Kəsril bə və hiyə mucmul mə. O da nədir? Suyun cəm olmasından götürülür. Yəni o yerdəndir ki, vəsi'u mə'uhu kəsirun səbitun. Yəni çoxlu suyu var və həmçinin suyu da nədir? Sabitdir. Yəni heç yana axıb getmir. Fəl-bərəkətü hiyə xeyratun kəsiratun səbitun. Və bərəkət də çoxlu xeyirlərin, sabit xeyirlərin olmasıdır. Və mənası odur ki, əy ənzilli bərəkətən fīmə ətaytəni. Yəni bu da o deməkdir ki, mənim verdiyini, nazil etdiyini mənim üçün bərəkətli etkinə. Fīmə ətayt, yəni mənə verdiklərini, əy ətaytə minəl məl, vələd vəl-ilm və qeyri zəlikə mimmə ətəllahu əzə və cəllə. Yəni insana verilən mal, evlad və ilm var və başqa Allah Subhanahu əta etdikləri var. Fətəsəlullaha bərəkətə fīhə və insan bunlardan, sən bunlardan deyir, Allahdan bərəkət diləyirsən. Diləyirsən ki, Allah Subhanahu taala bu verdiklərini sənin üçün bərəkətli etsin. Li'anna Allah izə ləm yubarik ləkə fīmə ata. Əgər Allah Subhanahu taala sənə verdiklərini sənin üçün bərəkətli etməsə, harim təxeyrə kəsərsən, belə də çoxlu xeyirlərdən məhrum olmuş olarsan. Mə əksərun nəs ləzinə indəhum məl kəsirun ləkinnəhum fi idədil fuqara. Deyir, neçə çoxlu insanlar var ki, onların malları var, lakin kasıb insanlardan sayılırlar. Liyannahum la yentəfi'un biməlihim. Onun üçün ona görə ki, onlar mallarından mənfiət qazanc əldə edə bilmirlər. Mallarının xeyri onlara toxunmur. Yecma'un və la yentəfi'un bih. Cəm edirlər, lakin mallarının onlara faydası toxunmur. Və həzə min nəzl bərəkə. Və bu da insanın malından bərəkətinin çəkilməsidir. Malından bərəkətinin götürülməsidir. Və kəsirun minən nəs indəhu əvləd. Elə insanlar var ki, onların çoxlu evladı var. Lakin əvləduhu la yənfəunehu limə fihim minəl uquq. Lakin baxarsan, görərsən ki, yəni evladları çoxsu, həmin valideynlər üçün faydalı evlad deyil. Valideynlərə xeyir verən evlad deyil. Niyə görə? Çünki sən həmin o çox evlad olan insanlardan görərsən ki, valideynlərə qarşı valideynlərin haqqını tapdalıyorlar. Valideynlərə qarşı qayğıkeş deyirlər. Və həuləy ləm yubərik ləhum fi əvlədin. Və sən beləcə görmüş olarsan ki, onlar nədir? Evladlarının onlar üçün bərəkətli olmamışdır. Təcid bə'din nəs. Və eləcə insanlar var ki, sən görərsən ki, Allah ilmən kəsiran. Allah onlara çoxlu elm vermişdir. Lakinnə bil mənzilətil ummi. Lakin sən onu görərsən ki, ummi insandır. Yəni yazıb oxuya bilməyən insan kimi bir insandır. Heç nə bilməyən bir insan kimi bir insandır. La yəzhuru əsərul ilmi aleyhi fi ibadəti. Yəni daşıdığı elmin əsəri, əlaməti onun ibadətlərində görsənməz, zahir olmaz. Kəsiran, lakinnə bi mənziləti deyir ki, lakin və la fi əxlaqi və la fi suluki. Həmsə sən nə onun elmin əxlaqında görərsən, nə də onun davranışlarına görərsən. Və la fi müamiləti, hətta insanlarla olan müamilətində də elmsiz görərsən onu. Yəni elmi var, insan məlumatlıdır. Cəm edib elmi özündə, lakin bu elm nə onun ibadətlərində özünü göstərir, nə əxlaqında, nə davranışında, həyatında, nə də ki, insanlarla olan müamilətində. Bəl qad yüksəbul elmi istikbarın alə ibadillə. Əksinə, görərsən ki, nə də o elmi kəsb etməsində, elmi qazanmasında, yığmasında insanların üzərində özünü təkəbbürlü göstərmək olmuşdur. İnsanların üzərində özünü nədir, uca tutsun deyə, özünü böyük hiss eləsin deyə cəm etmişdir. Və uluban aleyhim və ihtiqarın ləhum, onların yanında böyük görsənmək və onları alçaq tutmaq. Və mə ulimə həzə əndəlləzi mənnə aleyhi bil ilmi huvallah. Və belə bilmir ki, ona bu elmi verən, bu niməti mən edən Allah, ona verən Allahdır. Təcid öyle yəni təbun nəsib ilmi və beləcə sən görərsən ki, həqiqətən insanlar onun elmindən istifadə etmir. Lə bi tədris və lə bi təvcih. Nə dərs verər, nə yönətmələri olar, yəni insanları xeyrə yönətməsi, nə kitab yazar. Bəl huvə munhasirun alə nəfsi. Yəni ancaq elmi özündədir. Və həzə bilə şəkkin hirmanun azim. Şeyx deyir ki, şək yoxdur ki, bu nədir? Böyük məhrumiyyət içərisindədir. Böyük xeyirlərdən məhrum olmuşdur bu adam. Bəl huvə mə'ənəl ilmi mən əbrəkə mə yu'tilləhi lil-abd. Baxmayaraq ki, elm Allah Subhanahu taalanın bərəkət verdikləri, qullarına ən çox bərəkətli etdiyi
əməllərdən biridir. Yəni Allahın verdiklərindən ən çox qula bərəkətli olan, ən bərəkətli olan şeylərdən biri də nədir? Elmdir. Li'annel ilmi izə allamtahu allamtu gayraka və nəşərtahu beynən-nas. Çünki elm sən onu insanlar, başqa insanlara öyrənsən və beləcə insanlar arasına yayılır. Ucirta alə zəlikə min iddəti vücuh. Sən də beləcə çox tərəfdən, bir neçə tərəfdən nədir? Xeyrə nail olmuş olursan. Birincisi, əl-əvvəl ənə fi nəşrikə lil-ilmi nəşrən li-dinillah. Bir günə ki, həqiqətən sənin elmi yaymağın Allahın dinini yaymağındır. Fətəkunə minə mücəhidən fi səbəb. Beləcə Allah yoluna cihad etmişlərdən sayılarsan. Allah yolunda cihad etmişlərdən olarsan. Li'annəkə təftəhul qulubu bil-ilm. Çünki sən qəlbləri elmlə fəth edirsən. Elmlə qəlbləri fəth edirsən. Kəmə yəftəhul mücahidi bilədil İslam, bilad bis-silah vəl-iman. Necə ki, Allah yolunda cihad edən mücahidlər də silah və imanla ölkələri fəth edirlər. Yəni, insanın elmi nəşr etməsi, elmi yayması Allah yolunda cihad sayılır. Çünki insanların qəlblərini fəth edirsən, insanların qəlblərini Allah üçün döyünən qəlb edirsən, Allaha bağlı qəlb edirsən. Bu da həmin mücahidə bənzəyir ki, kafir diyarların, ölkələrin silah və iman gücü ilə fəth etdikdə onları nədir? Allaha və İslama bağlayırlar. Əs-sani min bərəkəti nəşr ilm və tə'limuhu ənə fihi hifzan li şəriətillah azza və cəllə. Elmin ikinci bərəkəti odur ki, sən elmi yaydıqca, öyrətdikcə Allahın dini hifz olunmuş olur. Şəriət hifz olunmuş olur. Və himayətlə li'annəl ləvlə ilm ləm təhbə şəriyə. Və beləcə elmi himayə etmiş olursan, əgər elm hifz olunmasaydı, şəriət hifz olunmaz. Yəni elmin yayılması nə var? Elmin bərəkətli olması, elmin bərəkətli olması səbəblərindən biri nədir? Elmin yayılmasıdır ki, bu da İslam dininin şəriəti hifz edir və şəriət də ancaq yalnız elm hifzi yayıldıqca hifz olunur. İnsanlarda şəri elm olduqca şəriət, Allahın dini hifz olunmuş olur. Üçüncü, əs-səlis min bərəkəti nəşr ilm, elmin yayılma üçüncü yayılma bərəkətlərindən biri də odur ki, ənnəkə tuhsinu ilə həzəlləzi alləmtəhu. Sən deyil, beləcə sən ehsan etmiş olursan, elm öyrətdiyin şəxsə. Li'ənnəkə təfsiruhum fidir. Çünki sən Allahın dinində onu bəsirətli edirsən, göz açılı edirsən, elmli edirsən. Fəizə abədəllahə alə basiratin kənə ləkə misli əcrihi. Həmin qul əgər Allaha bəsirət üzərə, elmli üzərə Allaha ibadət edərsə, həmin ibadət etdiyindən sən də savab əldə edirsən. Li'ənnəkə əntəlləzi dəlləltəhu aləl xeyr. Çünki sən onu xeyrə yönəldən sən olmusan. وَالدَّالُّ عَلَى الْخَيْرِ كَفَاعِلِهِ وَالدَّالُّ عَلَى الْخَيْرِ كَفَاعِلِهِ. Xeyrə yönəldən də xeyri etmiş kimidir. Dördüncüsü odur ki, Ər-Rabi ənə fi nəşri ilm və təlim ziyadətü ləhu. Dördüncü odur ki, insan ilmi nəşr etməsi, öyrətmə, yaymasında elmin artmasına səbəbdir. Fəl-ilmu alim yezidu izə əlləmənnəs. İnsanın elmi artır, insanları öyrətdikcə. Li'ənəhu istizkarun limə hafiz və intifar limə ləm yahfaz. Çünki həfz etdiklərini xatırlaması və onun üçün hifz etməməklərinə də açılmasına səbəb olur. Və bu necədir? Bir kəs belə deyir ki, yazidu bi kəsrəti infaq minhu və yanqısu in bihə kəffən şədəttəhu. Deyirsən onu iksar, yəni çox xəşdədikcə, infaq etdikcə, yəni elmindən çox yaydıqca artar və o zaman sən onu sıxıb saxladıqda isə o azalar. Yəni elmin bərəkətli olması insan çox məlumatlı olmasında deyil, əksinə elmin yaymasında, elmə insanlara öyrətməsindədir. Beləcə insan həris olmadığı bildiyi şey insanlara öyrətsin. İnsanlar onun elmindən xeyirli özü və ətrafında olanlar və müsəlmanlar onun elmindən yararlansın və xeyir üzərə Allahın dinində bəsirətli olsun, göz açıq olsunlar. Və bu da yəni insanın bərəkətli olmasından, insana verilən elmin bərəkətli olma səbəblərindəndir. Yəni insan gözü, yəni Allahumma bərik lənə fimə ətə. Allahım bizə verdiyin bizim üçün bərəkətli et dedikdə bu üç amili gözünün önündə gətirməlidir. Çünki insana verilən ən böyük şeydir, maldır, heyvalatdır və elmdir. Bunların hər birində insan Allahdan bərəkətli olmasını diləməlidir. Çünki bərəkətli olan şey həqiqətən faydalı olandır.
Yəni çox olan deyil. Əslində bərəkətli olan. Allah Subhanahu işli faydalanırsın. Allah Subhanahu bizə nə verirsə, onu biz üçün bərəkətləndirsin. Və axiru davana və elhamdülillahi rabbil alamin.